İzmir'in Fəxrəddin Altayda stansiyasından avtobusa minib yola düzəldik Alaçatıya. Alaçatı ilk girəcəyində Bakının bağlarına bizi daha çox oxşadırdı. Dəniz qırağı, küləkli havalar Alaçatını məşhur etmişdi. Alaçatı çox eşitmişdik. Axır ki yola düşdük və Alaçatının girəcəyində dəyirmanlar gördük. Əslində bu dəyirmanlar işləmir. Sadəcə olaraq simvolik şəkildə qoyulmuşdu. Alaçatının tarixini nəzər salsaq, antik dövrə gedir, eramızdan əvvələ gedir. Bölgənin ilk sakinləri İyonlar olmuşdular. Sonralar Perslər, Romalılar və Bizanslılar burada hakimiyyət qurmuşdular. Çox maraqlı bir yerdir. Əsasən buranı daha da gözəlləşdirən bu ağ evlərin üzərindəki gül çiçəklərdir. Osmanlı dövrü 16-cı əsrdə Alaçatı Osmanlıların əlinə keçmişdi və Osmanlı torpaqlarına qatılan Alaçatı əvvəlcə kiçik yaşayış məntəqəsi idi. 18-ci əsrdə Osmanlılar kənd təsərrüfatını inkişaf etdirmək üçün buraya əsasən Rumlar, Yunan mənşəli tayfaları olub, həmin Rumlar əhali yerləşdirdi. Rum kəndi dövründə 19-cu əsrdə Alaçatı əsasən Rumların yaşadığı kəndidir. Onlar üzümçülük, zeytunçuluq və əkinçiliklə məşğul olur. Həmçinin bu gün də məşhur olan daş evləri tikmişdilər. Mübadilə dövrü 1923-cü ildə Türkiyə-Yunanistan əhali mübadiləsi nəticəsində Rumlar Yunanistana köçürüldü. Yerinə isə Selanik, Krit və Midillidən gələn türklər yerləşdirmişdi. Bugün Alaçatı həm məşhurdur və bütün gələn turistlər mütləq Alaçatıya gəlirlər. Xüsusilə də bəzəklə evlər turistləri xüsusilə özünə cəlb edir. Məncə Alaçatıya dəymək olar və xüsusilə də orada küləkli hava şəraiti insanı özünə valeh edir. Və əlbəttə hal-hazırda Alaçatıda Rumlar qalmamışdır, yalnız türklərdir. Demək olar, zəngin həyat tərzi sürən türklərin çox hissəsi məhz bu havası təmiz, sakit bir yol olduğuna görə Alaçatıda artıq daimi məskunlaşmışdılar. Məncə bu Alaçatıya gəlməyə dəyər. Mağazalar, xüsusilə də mollarda gördüyümüz bütün mağazalar hamısı Alaçatıda var. Restoranlar, demək olar da çox da baha qiymətə deyil və burada satılan simvolik əşyalar da demək olar çox ucuzdur və baxmayaraq ki, turistik bir bölgədir. İzmir'in Fəxrəddin Altayda stansiyasından avtobusa minib yola düzəldik Alaçatıya.